Bismillah, elhamdülillah, və salatu və selamu alə Rasulillah və bə'd. Dəyərli qardaşlarım, biz İbn Teymiyyanın bu kiçik risaləsini oxumağa davam edirik və çalışıram ki, bacardığım qədər qısa olsun, hər birimiz eşidək, dinləyək, paylaşaq və faydalanaq. İlk öncə hər birimizdən xahiş odur ki, dinləyin, rəy yazın, bəyənin və paylaşın. Bu xeyirdə siz də iştirak edin. Elhamdülillah, danışan insanlar bacardığı qədər çalışırlar ki, bu dinə yardım etsinlər, yaysınlar. Sizin də üzərinizə düşən bu şeylə dəstək olmaqdır. Vallahi ola bilər ki, siz bu şeylə dəstək verməklə elə bir məqama çatarsınız ki, Allah qatında heç danışan insanlar o məqama çata bilməzlər. Ona görə bu məsələdə səhlənkarlıq eləməyək, Allahın dininə yardım edək. Deməli, bu risalənin birinci məsələsində İbn Teymiyyə dedi ki, insan digər insanlardan bir əziyyət görsə, bir xoşa gəlməyən bir şey görsə, başa düşsün ki, bu Allahın istəyinə bağlıdır. Onlar ona əziyyət verirlərsə, deməli Allah buna izin verib. Yəni məna odur ki, onların əməli məxluqdur, Allahın yaratdıqlarından biri yaratdığıdır və onların əməli ilə Allah həmin qulu sınağa çəkir, imtahan edir. Sonra ikinci məsələni gətirdik. İkinci məsələ odur ki, qul bu cəhətdən yanaşsa məsələyə ki, Allahın sınağıdır insanların mənə olan bu əziyyəti, onlar haqqında danışmasa, bunu Allahdan görsə, o zaman öz nəfsinə qaytarıb, öz nəfsində olan qüsurları, təqsirləri axtarıb, özünü islah etməyin üzərində çalışacaq və günahlarından tövbə eləyəcək, başa düşəcək ki, yəni burada insanlarlıq bir şey yoxdur, Allah məni onların əli ilə sınağa çəkib, gərək mən özümü islah edeyim. Üçüncü məsələdə isə İbn Teymiyyə buyurur ki, qul insanların əziyyətinə səbr eləyəndə başa düşsün ki, buna görə Allah ona böyük bir savab, əcr verəcək. Və dəlil kimi Şura surəsi 40-cı ayəni gətirir. Allah Teala buyurur ki, "Və cəzəu seyyiətin seyyiətun misluha." Pisliyin cəzası özü qədər pislikdir. "Fəmən əfə və aslaha fəəcruhu alallah." Kim əff edib islah etsə, onun əcri, savabı Allahın üzərinə düşür. "İnnehu la yuhibbu el-zalimin." Şübhəsiz ki, Allah zalimləri sevməz. Sonra İbn Teymiyyə sözünə davam edir, buyurur ki, insanlar onlara verilən əziyyətə müqabildə üç qismdirlər. Qarşılıq verirlər əziyyətə. Onlar üç qismdirlər. Birinci qism elə ayədə qeyd olunan qismdir. Pisliyə eyni miqdarda pisliylə cavab vermək. İkinci qism kimdir? Əff eləyib, bağışlayan, öz haqqını götürməyən və səbr eləyən, savabını Allahdan umandır. Üçüncü qism kimdir? İnnehu la yuhibbu zalimin. Şübhəsiz ki, Allah zalimləri sevməz. Hansı ki, ona olunan əziyyətə müqabildə daha çox əziyyət verir, öz haqqından daha çoxsunu götürür. Şübhəsiz ki, bunların içində ən üstün olan kimdir? Əff eləyib, bağışlayıb, öz haqqını tərk eləyib, savabı Allahdan umandır. Necə İbn Teymiyyə onu burada qeyd edir. Və sonra bir hədis gətirir, hansı ki, Şeyx Abdurrazaq deyir ki, bu hədisin ətrafında söz-söhbət var, lakin ayə o hədisdən daha üstün, daha əfsəldir bu məsələni izah etmək üçün. Buyurur ki, İbn Teymiyyə, Peyğəmbər sallallahu əleyhi və səlləm hədisdə deyir ki, "Ələ liyaqum men vəcəbə əcruhu alallah, fələ yaqum illə men əfə və aslah." Buyurur ki, Peyğəmbər sallallahu əleyhi və səlləm qiyamət günü deyiləcək ki, kimin Allahın üzərinə düşən bir əcri varsa, savabı varsa, yəni məna odur ki, kim Allah üçün bağışlayıb, əff eləyib, səbr eləyib, öz haqqını tərk eləyibsə, onlar qalxsın ayağa. Sonra deyir ki, "Fələ yaqum illə men əfə və aslah." O gün qalxanlar kim olacaq? Əff eləyib, bağışlayıb, islah eləyənlər qalxacaq. Sonra Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, yəni qul o əcri qaçırtmamaq məqamını xatırlasa, əff eləmək, səbr eləmək, əff eləmək onun üçün asanlaşacaq. Sonra Şeyx Abdurrazaq burada deyir ki, əff etmək, səbr etmək hər ikisi özü-özündə uca bir məqamdır, böyük bir məqamdır. Lakin aralarında fərq var. Deyir ki, birinci mərtəbə mərtəbətus sabr, əziyyətə səbr eləmək mərtəbəsi, yasbir alə ədəhum, insan onların əziyyətinə səbr eləyir. Və ə'lə minhə, səbirdən də uca mərtəbə hansıdır? Yafu anhum, onları əff edir. Doğrudan da belədir, qardaşlar. Baxın, elə insan var ki, səbr eləyir, bağışlayır, Allah üçün keçir, savabı Allahdan umur. Fəmən əfə və aslahə fəəcuhu alallah. Bu ayəyə görə kim əff etsə, islah etsə, bağışlasa, əcri, savabı Allahdadır. Lakin elə adam var ki, səbr eləyir, niyə görürsən ki, indi cəza verə bilmir. Səbirli olur, gözləyir, müəyyən bir məqamı gözləyir ki,
həmin adamı cəzalandıracaq. Həmin adamı cəzalandıracaq. Yəni fərqlidir insanlar, fərqlidir insanlar. Sonra burada buyurur ki, Allah Taala deyir ki, Əl-İmran surəsi 134-cü ayədə: "Vəl-afina anin-nas" insanları əfv edənlər. "Vallahu yuhibbul muhsinin." Allah yaxşılıq edənləri sevir. Yəni burada deyir ki, Şeyx Abdurrazaq, bu ayədə Allah Taala demək istəyir ki, afin, əl-afin kimlərdir? Əfv eləyənlər. İnsanları əfv eləyənlər onlardır ki, və Allah da onları sevir. Və Allah onlara muhsin deyir. Ən üstün dərəcə sahibləri deyir. Sonra burada buyurur ki, Şeyx Abdurrazaq, deməli, bu məqam, ihsan məqamı elə belə bir məqam deyil ki, hər kəs bu məqama yetişsin. Yəni, sənə əziyyət veriləndə fikir verməmək, əksinə əfv etmək, yəni səbr etmək, sonra onları əfv etmək və qəlbində onlara qarşı zərrə qədər kin saxlamamaq hər adamın işi deyil. Hər adamın işi deyil. Bu, Allaha yaxın olan və yaxşı iş görən, muhsinlik edən insanların əməlidir. Başqa bir ayədə Allah Teala buyurur ki, qardaşlar, yəni bu da bir müjdə olsun öz haqqını bağışlayanlar üçün. İnna rahmetallah qaribun minel muhsinin. Allahın rəhməti yaxşı iş görənlərə yaxındır. Yaxşı iş görənlərə yaxındır. Sonra burada buyurur ki, Şeyx Abdurrazaq, muhsinlər niyə səbr eləyirlər? Çünki onlar bilirlər ki, Allahın qatında böyük bir əcr, böyük bir savab var onlar üçün. Ona görə də səbr eləyib və insanları əfv eləyirlər. Sonra burada Şeyx Abdurrazaq buyurur ki, bu mərtəbələri izah edir. İbn Teymiyyanın qeyd elədiyi 3 mərtəbəni izah edir. Buyurur ki, birinci mərtəbə odur ki, pisliyə elə pisliklə qarşılıq vermək. Eyni miqdarda, həddi aşmadan, şeyxdir ki, bu cazəlidir. İnsan eyni misildə qarşılıq verə bilər ona qarşı olunan əziyyətə. Çünki Allah Teala başqa bir ayədə, Nəhl surəsində buyurur ki, 126-cı ayədə: "Və in aqabtum fa'aqibu bimisli ma uqibtum bihi." Əgər cəza vermək istəsəz, sizə nə qədər cəza verilib, o misildə cəza verin. Sonra yenə Allah Teala buyurur ki, "Və la in sabartum." Əgər səbr etsəniz, "Lehuve hayrun lis-sabirin." Səbr etməyiniz səbr edənlər üçün daha xeyirlidir. İkinci mərtəbəni gətirir, əff eləmək. Və hiyə a'ləl məratib. Ən uca mərtəbədir əff eləmək. Ona görə Allah Teala deyir ki, "Fəmən əfə və aslaha fəəcruhu alallah." Kim əff etsə, islah etsə, onun əcri Allaha düşür. Sonra Şeyx Abdurrazaq burada 3-cü mərtəbədən danışır. Buyurur ki, 3-cü mərtəbə odur ki, mislində yox, daha əlavəsi ilə cəza vermək, bu da nədir? Həddi aşmaqdır və hədə zulmün, həmçinin zülmdür. Ona görə Allah Teala deyir ki, "İnnehu la yuhibbu az-zalimin." Allah Teala zalimları sevməz. Sonra Şeyx Abdurrazaq deyir ki, İbn Teymiyyə dedi ki, qiyamət günü və ya İbn Teymiyyə hədisi gətirdi ki, qiyamət günü nida olunacaq. Bir nida carçı çağıracaq ki, kimin Allahın üzərinə düşən bir əcri, savabı var idisə, yəni Allah üçün bağışlamışdısa, onlar qalxsınlar ayağı. Şeyx deyir ki, bu hədisin ətrafında söz-söhbət var, lakin ayə daha aydın dəlildir, daha izah edici dəlildir ki, kim əff etsə, islah etsə, əcri Allaha düşür. Allah da onu əvəzsiz qoymaz. Həqiqətən də belədir, dəyərli qardaşlarım, həmçin bacılar. Yəni, insan bağışlasa, əff etsə, səbirli olsa, mükafatını Allahdan umsa, o onun üçün böyük bir xeyir olacaq. Və bundan sonra gətirəcək elə şeylər gətirəcək ki, vallahi insan istəyir bağışlasın. Bəli, şeytan insanı narahat eləyir, şeytan insana vəsvəsə verir ki, ged haqqını al, sənə nə ediblər, sən də elə, yəni qorxdun və bu kimi vəsvəsələr verir insana ki, insan getsin, cəzalandırsın və ya müqabil göstərsin. Amma vallahi ayə onu göstərir ki, səbirli olmaq, əff eləmək daha xeyirlidir. Çətin də olsa, Allahdan istəyir ki, Allah Teala hər birimizə bu məqamları yaşamağı nəsib etsin. Fikir versəz, yəni gözəl qaydalarla gətirir. İnsanların əziyyətini insanlardan deyil, Allahdan bil. Allahdan bilsən, öz nəfsini qaydacaqsan, özündə təqsirləri axtarıb tövbə eləyəcəksən və üçüncü də nə idi?
əziyyətlərə səbr eləyib savabını Allahdan alacaqsan. Elhamdülillahi Rabbil ələmin.